Muhterem Müslüman qardaşlarım, Allah-u Teala'nın bizlere bəxş etmiş olduğu en üstün ve en değerli nimet iman nimetidir. Bu nimet bize bu dünyada necə yaşayacağımızı ve vefat ettikten sonra neler elde edeceğimizi bəxş eden bir nimettir. Sonsuz bir xoşbəxtliyin qapısını bize açan bir nimettir. Əbədi həyatımızı garantiya eden bir nimettir. Odur ki, özüme ve size bəxş olunmuş bu nimeti ömrümüzün sonuna qədər qorumağı arzu edirəm. Biz Allah-u Teala'nın sevib və seçdiyi bəndələriyik. Xutbənin əvvəlində oxuduğum ayədə Allah Subhanahu Teala valideyn haqqına diqqət çəkib ana ataya necə davranacağımızı bizə əmr edir. Biz bəzən əmrlə nəsiyyəti qarışdırırıq, qardaşlar. Mən sizə nəsiyyət edə bilərəm. Siz mənə nəsiyyət edə bilərsiniz. Din nəsiyyətdir. Valideyn bizə nəsiyyət edə bilər. Amma Allah Subhanahu Teala əmr edir bizə. Valideynlə bağlı bir çox ayədə Allahın açıq-aşkar əmrləri var. Qarşı gəlməmək haqqında əmrlər var. Gözəl davranmaq barədə əmrlər var. Dua etmək barəsində əmrlər var. Hətta of belə deməyin deyir Allah Subhanahu Teala. Baxın, dəyərli qardaşlarım. Biz bu dünyada sahib olduğumuz Allah Subhanahu Teala bizə bəxş etdiyi nemətlər var. Övladlarımız, içimizdə subay olanlar varsa, evlənib ailə sahibi olanda Allah Subhanahu Teala daha çox nemətlərin fərqinə varmağı onlara göstərəcək. Ailəmiz, yəni həyat yoldaşımız, qohum əqrabalarımız, müsəlman qardaşlarımız, bunlar hamısı Allahın rəhməti və nemətidir. Amma gəlin görək, valideyni də bir əlavə etdiyimiz zaman Allah qorusun, bunlardan hansını itirəndə biz daha böyük bir itki yaşayırıq. Yəni itkinin pik həddi deyilən bir şey var. Bax, bu pik valideyni itirməkdir. Deyəcəksiniz ki, övlad daha ağır imtihan deyilmi? Bəli, qardaşlar, övlad çox ağır bir və çətin bir imtihandır. Yusuf kimi Allahın nəbisini ağlamaqdan gözlərini kör edən bir imtihandır. Bəli, Nuh Aleyhisselama son anda belə övladına gəl, min dedirdən və axırda da Allaha onun üçün bağışlanma diləməsinə onu vadar edən bir imtihandır, övlad imtihanı. Çətindir, ağırdır, bilirəm. Rasulullah sallallahu aleyhi və səlləmin qucağında dünyasını dəyişəndə övladı gözlərindən yaş gəlir, qardaşlar. Bu çətin bir imtihandır, ağır bir imtihandır. Amma unutmayaq ki, qardaşlar, Allah-u Teala bizə təkrar övlad verməyə qadirdir. Yəni bizim yeni bir övladımız ola bilər. Cümədən əvvəl oxuduğum Ənbiya surəsində ayə var idi. Allah Subhanahu Teala Eyyub Aleyhisselama övladlarını təkrar geri verdi. Amma ən ağrı birisiz nədir, qardaşlar? Biz mal itirərik ya, onu təkrar qazana bilərik. İşi bitirərsən, başqa bir yerdə işləyərsən, ruzunu verən Allah Subhanahu Teala'dır. Bir müsəlman qardaşınla, dostunla və yaxud da işlək bir şərikinlə ayrılarsan, sıxıntın olar. Yəni, həyat sənə üçün davam edir, əlhamdülillah. Yeni dostlar, yeni şəriklər, yeni işlər qurarsan. Amma ana, ata ki, dünyasını dəyişdirsə, qardaş, heç vaxt bir də sən ölənə qədər ikinci bir qadın və kişidən, valideyndən dünyaya gəlməyəcəksən. Yəni, bizim üçün bir dənədir, bir dəfə biz bu dünyaya gəlmişik.
bir atamız və bir anamız var bizim. Başqa yoxdur. Olmayacaq, qardaş. Nə qədər ki, valideynlər sağdırsa, vallahi, qardaş, onların dəyərini, qiymətini bilin. Mən hər ikisini itirmişəm. Allah bütün dünyadan köçən valideynlərimizin günahlarını əfv eləsin. Baxın, bu məsciddə biz cənazə yeri tikirdik. Pandemiya ərəfəsi idi. Anam xəstəxanadaydı. O cənazə yulan yeri hazır olanda ilk mənim anam orada yuyuldu, qardaş. Yəni, biz bilmirik başımıza nə gələcək, valideynimiz nə vaxt dünyasını dəyişəcək, bizim halımız necə olacaq, biz onu bilmirik. Amma sağdırmı? Yanımdadırmı? Zəngi gəlirmi telefonuma? Səsini eşidə bilirəmmi? Üzünü görə bilirəmmi? Elhamdülillah, qardaş. Allah'a həmd olsun. Bu neymətdir, bu fürsətdir ki, Allah-u Teala bizə bunu hələ ki verib ki, biz onlara xidmət edək və əvəzində cənnəti qazanaq, qardaşlar, cənnəti, əbədi həyatı, əbədi xoşbəxtliyi qazanaq. Çünki hər ikisi cənnətin burada olan açarıdır, qardaş. Bunu itirmək olmaz, əzizlərim. Bu böyük bir itkidir. Yəni, mən itkini yaşayan birisi kimi nəsiyyət edirəm. Nə qədər valideynlərimiz sağdırsa, biri və ya ikisi fərqi yoxdur, qardaş. Onlarla gözəl davranın. Dəvət eləyin. İslam'a gəlməsi üçün çalışın. İnanın, Allah hər şey qadirdir. Hidayəti verən odur. Yetər ki, biz layiqli övlad olaq. Yetər ki, biz gözəl bir övlad olaq. İmanın verdiyi, Allahın əmr etdiyi, Allah Resulü sallallahu aleyhi və səlləmin tövsiyə etdiyi şəkildə valideynlərimizlə davranaq. Bu, çox önəmli bir məsələdir, qardaşlar. Çünki qiyamət günündə onsuz da hamımız bilirik ki, bir-birimizdən qaçacağıq. Heç kimə yardım etməyəcək. Və qiyamət günündə Allah Subhanahu taala bizi hesaba çəkəndə bizdən soruşacaq ki, sən valideyninə necə davranmısan? Deyəcək sözümüz olsun, ey qardaş. Allahım, mən çalışdım. Allahım, mən cəhd etdim. Allahım, mən xidmət etdim valideynimə. Sən hidayət vermədin, nəsib etmədin deyə biləcək sözümüz olsun, qardaşlar. Çünki həqiqətən valideynlər bizim üçün əvəz olunmaz neymətdir. Elə bir hala gəlmişik ki, elə bir zamana gəlib çıxmışıq. Valideyni öldürür, gətir eləyir. Anasını, atasını sanki adi bir əşya kimi davranır ondan. Əl qaldırır, döyür, söyür, təhqir eləyir. Bu əxlaq deyil. Bu din deyil. Bu İslam deyil, qardaşlar. Allah-u Teala bizə bunu əmr etməyib. Rasulullah sallallahu aleyhi ve sellem tövsiyə etməyib. Belə bir nəsiyyəti yoxdur Allah Rasulunun. Çalışaq, bütün işlərdə Quran və sünnəyə necə tabi olmağa çalışırsa, valideynlərimizlə münasibətdə də bunu mütləq tətbiq edək. Çünki vallahi, qardaş, biz bunun çox ağır bir şəkildə hesabını verəcəyik. Çox ağır bir şəkildə. Və hamımız da bunu bilirik ki, kim bu dünyada nəyə can atırsa, vallahi Allah-u Teala ona can atdığı şey nəsib edir, qardaş. Biz xeyrə çalışsaq, Allah xeyri bizə verəcək. Amma Allah qorusun, biz pislik etməyə çalışsaq valideynlərimizə, vay bizim halımıza. Vay bizim halımıza, qardaşlar.